Birincisi, Paşinyan bildirir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Praqa razılaşmasına görə belə bir Azərbaycanla bir sənəd imzalanıb, amma o razılaşmanın imzalanmasından sonra hələ də Ermənistan Azərbaycanın 4 kəndini, anklav kəndini işğal altında saxlayır. Bəli. Və bununla da faktiki olaraq Praqa bəyannaməsini pozur. Bu necə ərazi bütövlüyü tanımaqdır ki, Azərbaycanın kəndlərini Ermənistan işğal altında saxlayır. İkincisi, Praqa razılaşmasında göstərilir ki, Ermənistanın ərazisi 29.000 kvadrat kilometr. Əslində bu, mən əvvəlki sizə müsahibələrimdə də demişdim ki, bu yuvarlaqlaşdırılmış və səhv rəqəmdir. Çünki SSR dövrünün bir çox illərinin, xüsusilə son illərinin xəritələrinə nəzər salsaq, orada göstərilir ki, Ermənistanın ərazisi 28.743 kvadrat kilometrdir. Yəni, təbii ki, Azərbaycanla qoparılmış və qanunsuz olaraq Ermənistana bağışlanmış torpaqlar hesabına. Ona görə də Paşinyan sonradan düzəliş etməli oldu öz mövqeyinə və Ermənistan hökumətinin iclasında bildirdi ki, bizim ərazimiz 29.000 yox, 28.743 kvadrat kilometrdir və xəritədə yazılanları etiraf elədi. İndi isə durub deyirlər ki, bizim ərazimiz 29.743 kvadrat kilometrdir. Yəni, biraz da artırırlar, qanunsuz olaraq artırırlar. Halbuki Azərbaycanla Ermənistan arasında heç bir sərhədlərin heç bir delimitasiyası və demarkasiyası prosesi aparılmayıb, hələ müəyyənləşməyib, hansı ölkənin coğrafi koordinatlar müəyyənləşməyib və hansı ölkənin sərhəd xəttinin haradan keçdiyi tam aydın olmadığına görə, yeni sərhədlər müəyyən olmadığına görə Ermənistan bəri başdan bir mənalı şəkildə durub ərazisini gah 29.000, gah 29.743 kvadrat kilometr olması barədə iddia irəli sürə bilməz. Ermənistan orada Almatı bəyannaməsinə Paşinyan istinad edir bununla ki, biz Praqa bəyannaməsində Almatı bəyannaməsinə əsasən bir-birimizin ərazi bütövlüyünü tanımışıq. Əvvəla, Almatı bəyannaməsi imzalananda Paşinyan bununla demək istəyir ki, Almatı bəyannaməsi imzalanan dövrün xəritələri əsas götürülsün. Yəni, Azərbaycan SSR-in o dövrə aid sərhədlərini biz tanımağa hazırıq, sərhədlər çərçivəsində ərazi bütövlüyünü. Eyni zamanda Azərbaycan da Ermənistanın həmin dövrə aid sərhədlər çərçivəsində, inzibati sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanımalıdır. Burada da yenə yanlışlıq var. Birincisi, Sovet dövrü yalnız 91-ci ildən ibarət deyil. Sovet dövrü 1920-ci ilin aprel ayında Azərbaycan işğalından sonra başlayıb, noyabrın 29-da isə Ermənistan işğal olunub. O dövrdən başlayıb və istənilən ilin xəritəsini əsas götürmək olar. İkincisi, Almatı bəyannaməsinin imzalanmasından öncə, yəni 1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti Qarabağın, daha doğrusu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair, ilhaqına dair qərar qəbul etməklə Azərbaycanla mövcud olan inzibati sərhədlərdən imtina edilib. Yəni, Almatı bəyannaməsi imzalananda Azərbaycanla Ermənistanın sərhədləri yox idi. Və Paşinyanın burada hansı sərhədlərdən danışdığı da aydın deyil. Bir də o digər bir məsələ, burada Paşinyan öz məqaləsində də qeyd olunur ki, 6 oktyabr 2022-ci il tarixli Praqa razılaşmasına mütləq sadiqliyi göstərilməlidir. Mən bu tarixlərlə bağlı bir diqqətimi çəkən məsələ var idi. Bu müqavilə imzalananda Xankəndidə erməni separatçıları hələ də var idi, təmizlənməmişdi. Yəni Xankəndidə ermənilər yaşadı, amma 2023-cü ilin sentyabr ayında bu sülhməramzad məsələləri var idi və s. Amma 2023-cü ilin 19-20 sentyabrında Azərbaycan bu məsələlərini özü yenə də həll elədi və Ermənistan bu öhdəliyindən icra eləmədi həmişəki qaydada öz öhdəliklərini. Amma indi bu Almatı bəyannaməsini siz dediniz, 90-cı ildə zaten birinci işğal prosesində pozublar. Bu 2022-ci il Praqa razılaşmasını Paşinyan niyə məhz həmin tarixli razılaşdı? Çünki bundan qabaq Brüsseldə də eyni sənəd imzalanmışdı prinsipdə 2022-ci ildə əvvəl. Ərazi bütövlüyünün tanınması ilə bağlı ilkin bir razılaşma var idi iki ölkə arasında. Bu imzalanmışdı onsuz da. Niyə məhz bu tarixli Praqa sənədi? Birinci Praqa razılaşması imzalanıb
Ondan sonra 2023-cü il mayın 22-sində Evet. Brüssel görüşündə Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşündə Brüssel bəyannaməsi imzalanıb və həmin bəyannamə ilə Praqa bəyannaməsinə sadiq olduqlarını təsdiq ediblər. Amma faktiki olaraq bu günə qədər Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddialarını davam etdirməklə, xüsusilə kəndlərimizi işğal altında saxlamaqla, xüsusilə də Ermənistan konstitusiyasında Azərbaycana qarşı deməli ərazi iddialarını əks etdirən preambula hissəsində müddəanın qalması ilə faktiki olaraq Praqa bəyannaməsini pozub. Mən həmişə fikrində, bəlkə də hüquqşünaslar mənlə razılaşmaz, bu fikirdə olmuşam ki, Praqa bəyannaməsi demək olar ki, qüvvədən düşmüş bir sənəddir. Çünki Ermənistan buna əməl etmir. Orada yazılan razılaşmaya Ermənistan əməl etmir. Ona görə də bir də bilirsiniz, Praqa bəyannaməsi bir növ tövsiyə xarakterli, niyyət xarakterli bir sənəddir. Praqa bəyannaməsi Ermənistan qarşısında hüquqi konstitusion öhdəlik yaratmır. Öhdəlik yaratmır. Ona görə də Ermənistan bunu əsas sənəd kimi götürüb yəni bizə onu diktə edə bilməz. Ki bu mütləq əməl olunmalıdır. Ermənistan ərazisinin neçə kvadrat kilometr olması, ərazi bütövlüyünün nə vaxt tanınması Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiya prosesi başa çatandan sonra aydın ola bilər.